Hər vaxtınız xeyir olsun Yurd FM-in dəyərli və sevimli dinləyiciləri. Siz 90.7 FM-də Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. Bugünkü qonağım animasiya rejissoru Elçin Hami Axundovdur. Xoş gəlmisiniz Elçin bəy. Salam əleykum. Necəsiz? Şükür Allaha. Yaxşı olun. Elçin bəy, gəlin ilk növbədə başlayaq. Azərbaycan animasiya tarixindən danışaq biraz. Azərbaycan tarixi 30-cu illərdə birinci film çəkildi. Onda 33-cü ildə onda texniki animasiyanın müəyyən üsulları var. Texniki animasiya var orada Çat filmində. Bəli. Çat filmində orada Amerikadan neft avadanlığı gətirmişdilər. O neft avadanlığı necə işləyir, fəhlələrə başa salmaq üçün texniki animasiyadan istifadə elədilər. Və o hansı borudan hansı gedir, texniki animasiya ilə. Ağ-qara idi əlbəttə ki, o vaxtlar rəngli yox idi. Sonra 35-ci ildə artıq birinci adını bədii animasiya çəkdilər. Əhmədin Bəlasını filmini çəkdilər. Və orada işləyən rəssamlarla mən şəxsən tanıyırdım. Qəzənfər Xalıqov idi. Mən onu gördüm, qoca kişi idi. Sonra Cabir Zeynalov idi, sonra Ənvər Mirzoyev idi. Bir də ki, Müslüm Maqamayevin atası Maqamet Maqamayev də işləyirdi o animasiyada. Onu da qeyd edeyim ki, animasiyada birinci animatorlar o barədə arxiv şeylərində yoxdur, arxivdə yoxdur. İki nəfər Alman milliyyətli var idi, əsas animasiyanı onlar aparırdılar. Və o filmi çəkildilər, o filmin kopyası yoxdur. Çat filminin kopyası var, ancaq Əhmədin Bəlasının yoxdur, kopyası yoxdur. Ona görə mən indi eşitdiklərimi deyirəm mən. Cabir Zeynalov da, bir də Ənvər Mirzoyev, mən onlarla xeyli vaxt işləyirdim, kinostudiyada işləmişəm. Hətta Cabir Zeynalov bizim yaş fərqimiz də çox olsaydı, biz dostluq eləyirdik, yəni rəssamlıqla əlaqədar. O danışırdı ki, o iki Alman milliyyətli animatorlar var idi. Sonra belə oldu ki, onlar repressiyaya məruz qaldılar, o iki Alman. O ilə də müvəqqəti Azərbaycanda animasiya filmləri çəkilmədi. Yəni animatorlar yox idi deyə animasiya çəkilmədi. Artıq 66-cı ilə qədər. 66-cı ildə kinostudiyanın direktorunu, 64-cü ildə kinostudiyanın direktorunu təyin elədilər. Adil İskəndərov, mərhum Adil İskəndərovu, o görkəmli aktyor idi və teatr rejissoru idi. O Adil İskəndərov, onu da qeyd edeyim ki, ümumiyyətlə Azərbaycan kinosuna çox böyük töhfələr gətirdi. Onu yada salmaq lazımdır mütləq. Ayrıca veriliş eləmək lazımdır onun haqqında. Nəyə görə? Cavan aktyorları teatr aktyorlarında qurtarmış, İncəsənət İnstitutunu qurtarmış aktyorları göndərdi Moskvaya 2 illik kino aktyor kurslarına. Nə gözəl. Cavan rejissorları, teatr rejissorlarını göndərdi Moskvaya kino rejissor kurslarına. Nəysə bu töhfələr gəldi. Eyni zamanda da Azərbaycan animasiyasını dirçəltdi. Yəni nəylə? Mən o 2 illik animator rəssam kurslarını təşkil elədilər. Onda kinostudiyanın nəzdində 66-cı ildə. Mən o kursların məzunuyam. 66-cı ildə o kurslara daxil oldum və 68-də bu kursları tamamladıq və nəticə etibarən biz birinci rəngli animasiya filmini çəkdik. Cırtdan, klassik Cırtdanı çəkdik. Nə üçün deyirəm, klassik Cırtdanı, ondan sonra Cırtdanın yeni səhifələr, Cırtdan və Div, Cırtdan adlı Pəhlivan, belə filmlər var idi. Amma klassik Cırtdanı biz çəkdik nağılın əsasında. O özü çox uğurla qəbul elədilər Moskvada. Yəni o filmin təsviri nöqteyi nəzərdən çox orijinal idi. Elçin Aslanov idi onun, mərhum Elçin Aslanov idi onun quruluşçu rəssamı. Ağanağa Axundov onun rejissoru idi
filmin rejissorudur. Mən də o filmdə assistent kimi işləmişdim. Bəli. Rəssam assistenti kimi. Ondan sonra ildə bir dənə film, sonra ildə 2 dənə, 3 dənə film. Belə getdikcə filmlər artırdı və 80-cı illərin axırlarına biz demək olar ki, 7 və yaxud 8 yadımda deyil film çəkirdik. Yəni 10 dəqiqəlik filmlərdən söhbət gedir. Bəli. Bu animasiyanın tarixidir də və mən sizə deyim, bəlkə də 150-yə qədər film çəkmişik, animasiyanın filmi. Yəni 68-dən bu yana da bəlkə də 150-dən çox filmlərdə deyirəm də. Əlbəttə ki, başladıq biz birinci Cırtdandan sonra biz başladıq Şeyx Nizaminin Fitnə filmini. Nədir? Çəkdik. Ondan sonra Şeyx Nizamın ümumiyyətlə bir 3-4 əsərini çəkmişik biz eləncik dastanlardan. Neysə, bizim nağılların əsasında çəkdik. Orijinal ssenarilər də var idi ki, animasiya uyğun ssenarilər, elə filmlər də çəkirdik. Mən əvvəlcə animator kimi işlədim, sonra quruluşçu rəssam kimi fəaliyyət göstərdim və 82-ci ildən mən artıq rejissorluqla məşğul oldum. Sonra mən bədii rəhbər oldum. Azam Film Studiyasını sonra yaratdıq. Yəni müstəqillikdən sonra Azərbaycan Film Kino Studiyası bölündü 7 dənə studiya, kiçik studiyalar. Onlardan da biri Azam Film, yəni animasiya studiyası. Qabaq biz sex kimi fəaliyyət göstərirdik. Adı nədir? Animasiya sexi kimi. Amma müstəqillikdən sonra studiyalar ki yarandı, biz Azam Film Studiyasını yaratdıq. Yəni Azam Film Azərbaycan animasiya filmləri. Az-an film beləcək. O studiya, mən sonra da 12 il o studiyanın direktoru oldum, 25 il sonra studiyanın bədii rəhbəri oldum. Nəysə 12-ci ildə mən ərizəm yazdım, çıxdım orada. Elçin bəy, bax Meyvələrin bəhsi, sonra Qızıl cizgi filmləri bir neçə 10 illiyin ən qəşəng ekran əsərlərindən biridir. Şəxsi münasibətiniz necədir bu işlərə? Qızıl filmi nə? Bir söz, mən öz payıma deyirəm. Ümumiyyətlə, bu Qarabağ mövzusunda mən çalışmışam. Ümumiyyətlə, kinoda bəlkə də o vaxtlar heç Qarabağ mövzusunda heç nə çəkilmişdi. 88-ci ildə bir ssenari var idi. Orada bir çoban güzgünü tapır. Bilmir güzgü nədir. Yəni, belə bir şeydir. Zarafat bir şeydir də, adı nədir? Onu şeirlə yazmışdı Tofiq Mirzə. Orada tapır, deyir, ay qardaş, haradasan, mən sən Dərbənddə 2 ildir getmirsən. Elə bir qardaşıdır orada da. Arvadı gəlir ki, deyir, sənin nişin avara olmuşsan, qoyunlar səpələnib hər yerə, nişin işinlə məşğul olursan, yürürsən, bax, o da baxır, deyir, bu yaqın üçün ikinci arvad saxlayır. Sonra qaynanası gəlir. Nə üçün? Bu zarafat. 89 idi. Mən fikirləşdim ki, bu yaxşı zarafat idi. Ümumiyyətlə, animasiya çox uyğun. Animasiya sevir elə zarafatları. Nəysə, mən fikirləşdim ki, ümumiyyətlə, hamısı o vaxtlar bizə deyirdilər ki, biz vəhşiyik, biz belənciyik, biz qanlı çənik, Azərbaycanlılar haqqında da. Mən fikirləşdim, mən bunu zarafatla da çəksəm, deyəcək, hər görün nə qədər tupoydlamla adını deyil, güzgə olan şeyi bilmirlər. Fikirləşdim necəcə və ünvanı dəyişdim. Çoban qoyun otarmır, donuz otarır. Ondan sonra neysə bu belə gəldi, Qarabağ mövzusu çıxdı. O filmi mən çəkdim, güzgü filmidir. 89-da çəkdim, 90-da təhvil verdim onda. Onda hələm Sovet məkanı idi. Mən gəlirəm elə Qızıla çatacağım indi. Onda biz Sovet vaxtı, şura vaxtı biz ildə 2 dəfə Moskvada görüşürdük. Seminarlar və plenumlar olurdu animasiya üzrə. Bütün respublikalara filmlərini gətirirdi. Biz baxırdıq, orada müzakirə eləyirdik. Nəysə bir-birimizlə ünsiyyətdə olurduq. Və 90-cı ildə axırıncı o görüş oldu. Mən o görüşə gedə bilmədim.
Dostum Şamil Nəcəfzadə öz İthaf filmini apardı. Çox gözəl filmini çəkmişdi Zencavit haqqında. Və mənim güzgü filmini də apardı oraya. Gələndən sonra dedi Elçin, sənin filmin bir skandal oldu. Ruslar deyirlər donuzlar beziyik. Ermənilər də deyir səni axtarırlar, vurub öldürsünlər orada. Yəni o sırf Qarabağ mövzusu. O filmə baxmaq lazımdır. O filmi danışmaq istəmirəm də. Mən başlanğıcını danışdım ki, necə mən gəldim o filmi. Yəni o qədər mən dedim, mən fəxr edirəm ki, bax, onlar mənə vurub öldürmək istəyirlər. Yəni mənim filmim öz ünvanına çatıb. Ondan sonra bir 3 filmdə mən Qarabağ mövzusuna dərdim. Qızılda da elə həmin oldu. Ssenari boş bir ssenariydi. Oradakı pionerlər nəsə tapırlar, hansısa ki yazıq qızı tapırlar ki, onun şəraiti pisdir, onu kömək eləmək istəyirlər və bütün dünyadan onlar töhfələr göndərirlər, neynirlər də, yəni cavan uşaqlar. Mövzu eləncə idi. Mən onu Qarabağla bağladım. Qarabağ qaçqınıdır, gəlir oğlan, şıltaq bir oğlandır, gəlir, o ilə nəsə ünsiyyətdə olur, ondan sonra başa düşür ki, bunu qıza kömək eləmək lazımdır, o Qarabağ mövzusuna. Gənə də filmə baxmaq lazımdır. Qızıl filmə oynayan şeydir, yəni o ilə bağlıdır. Filmə baxmaq lazımdır. Söhbətül Əsmar da 95-ci il idi, 95-ci il idi. Onda mənə biz Askino Video İstehsalat Birliyi idi. Qabaqları biz Mədəniyyət Nazirliyinə tabe döldük, biz müstəqil idik o vaxt. Onda Oktay Mirqasımov idi, gəldi ki, bəs Heydər Əliyevin müraciəti var ki, biz Şeyx Füzulinin yubileyinə biz film çəkək. Deyirəm, mən istəmirəm dahiləri, girişmək istəmirəm ümumiyyətlə. Ya gərək ona nəsə yaxın olasan, ya da heç çəkməyəsən də, yəni dahilərə, yəni Şeyx Füzuliyə. Füzuli haqqında bilirdim mən, Füzulinin müəyyən əsərlərini də bilirdim. Ancaq mən Füzuli şünas dördüm. O vaxtlarda Füzuli şünaslar bölünmüşdü iki təbəqəyə. Bir şeylər Füzuli şünaslar deyirdilər ki, bu Füzuliyə xas deyil. Onun üçün bu Füzuli tamam başqa sözdə yazır. O birisilər deyərlər ki, bu Füzulinin də, Füzulinin aliqarik bir şeylər idi də. Mən qalmışdım beləcə, yəni getdim, hətta Əli Yazmalar Fonduna getdim və axtarışlar apardım, çox işlədim. Və belə bir qənaətə gəldim ki, orada, belə faktla rastlaşdım ki, adı nədir, Məhəmməd Füzuli, Şah İsmail və Sultan Məhəmməd Nəqqaş. Onlar hardasa həmyaşıt idilər. 1-2 il onların fərqləri var idi. Və bu mənə ideya verdi ki, mən meyvələrin bəsindən söhbət gedir. O Füzulidə Söhbətül Əsmar gedir. Əsmər yox, Söhbətül Əsmar belə gedir. Neysə, belə şeylədim, adnadı və mən filmə proloq verdim. Əvvəldə 16-cı əsr, məmləkət dağılır, xanlıqlar bir-birinə rəqabət aparırlar, neynirlər. Belə əlbəcən, belə pessimist. İkinci dəfə deyirəm, 16-cı əsr isə bizə 3 daxil baxış elədi. O Şah İsmail göstərirəm, Şah İsmail öz qılıncı ilə məmləkəti birləşdirir. İkinci Nəqqaş Sultan Məhəmməd öz əsərləri ilə dahiləri süsləyir və axırıncı da Məhəmməd Füzuli də dövrün çaxnaşmalarından yerdə qalmaq istəmədi, belənçik bir yerdir. Bu mənim fantaziyam idi. Və öz münasibətini aliqarik əsərlərdə qeyd elədi. Onun birini sizə təqdim eləyərəm, Söhbətül Əsmar. Bax, meyvələrin hərəsinə bir sürət verdim. Hər meyvə bir ləhcə ilə danışır. Biri həmşər ləhcəsi ilə, biri türk ləhcəsi ilə, biri Qazax ləhcəsi ilə,
biri Lənkəran ləhcəsi ilə, biri Quba ləhcəsi ilə, bax belə biri ad nədir, Şəki ləhcəsi ilə. Hər meyvə bir ləhcə ilə danışırdı. Bunun hamısını da seyr eləyir Bəyquş, oradan baxır, hamısını görür və gülmək tutur. Ona deyir ki, paşaq qalıb qıraqda, bunlar çıxmaq istəyir taxta. Öz yerini bilməyənə yer özünə məhv olar. Bax, beləncə bir şey. Mən elə-belə yanaşmadım. Quru Füzulini versəydim, onun Füzulini dili ilə. Füzuli düzdür, ərəb, fars, türk dillərində əsərlərini yazırdı, ancaq elə sözlər var idi, kino elə şeydir ki, gərək hər şey aşkar olsun, görəsən və başa düşəsən. Onun üçün ki, o sözlər əgər Füzulinin dili ilə mən geçsəydim, tamamilə çox şeyi başa düşməzdilər. Bilirsən, Füzulinin dili ilə. Ona görə mən bax, belənçi bir orijinal bir şey elədi. Mədəni yurdumuz. İlkin bəy, bəs sizcə ümumiyyətlə animasiya rəssamı çalışmaq əvvəl daha asan idi, yoxsa indi? Ümumiyyətlə, rəssamlıq özü çalışqanlıq sevir. Rəssam çox gəlirlər rəssamlığa getirir ki, ad nədir? Mən ümumiyyətlə kurslarda şey eləyirdim, mən keçirəm, misal üçün kurslarda biz animator rəssam kurslarında mən onlara keçirəm hərəkətin fizikasını, sonra hərəkətin mexanikasını, hərəkətin biomexanikasını, sonra qalıq hərəkətin qanunlarını, sonra artikulyasiya qanunları hamısını, bunların hamısını keçirəm. Və mən onları başa salıram. Misal üçün topun düşməyini, top düşür, nəyə görə düşür? Fizika qanunu, yerin cəzibə qüvvəsi var, belənçi. Başa salıram fizikasını. Dedilər, müəllim, biz fizikadan, matematikanı qaçmışıq, indi burada da. Deyirəm, bəs hərəkəti yaratmaq üçün sən gərək bu fizikasını biləsən, biomexanikanı biləsən gərək. Yəni, heyvanların, insanın adını deyir, bunun əzəllərini biləsən, hərəkətə gətirmək üçün. Yəni, mən çox dərin gedirəm. O kurslarda mən tələb edirdim ki, onlar pantomima keçsinlər. Sonra musiqi dərsləri keçirlər onlar. Sonra aktyorluq dərslərini keçirlər. Mütləq. Onun üçün ki, animator, rəssam demək olar ki, mən həmişə indi deyirəm ki, animator rəssam deyil, animator artist, şəkil çəkən artistdir. Onda rəssam yox, amma artistlik olsun gərək. Animasiya canlandırmaq deməkdir də. Animation sözündən gəlir. Canlandırmaq, hansısa əşyanı, hansısa şəkili canlandırmaq. Qabaqları rus dilində multiplikasiya deyirlər. Multiplikasyon, o multiplikasyon nəyəsə çoxaltmaq, hansısa şəkili çoxaltmaq. O məna daşıyırdı. Misal üçün, türklər cizgi deyirlər. Cizgi anlaşılır, düzdür. Cizgi qrafik işlərə deyirlər. Animasiyanın bir qolu cizgi vasitəsilə olur. O birisi qolu kukla vasitəsilə olur. O üçüncü də qolu qurama vasitəsilə çəkilir. 3 üsulla çəkilir də o. O cizgi onun bir qoludur. Amma ümumiyyətlə animasiya canlandırmaq demək, hansısa şəkili, hansısa əşyanı, bax, bu kruşkanı eləmək olar, canlandırmaq olur animasiyada. İndi 3D Max və Maya proqramlarında cavan uşaqlar işləyirlər, yəni kompüter vasitəsilə. Qabaqları kompüter yox idi, hamısını əlinə çəkilirdi. Saniyədə, ümumiyyətlə, ekran vaxtını götürsək, saniyədə 24 dənə kadr keçir. Kinoplonkada da 24 dənə kadr bizim üçün 24 dənə şəkildir. Biz hərəkəti yaratmaq üçün bir saniyəli vaxtda biz gərək 24 dənə şəkil çəkək ki, o hərəkəti alınsın. Olduqca çətindir. Çətindir ki, hövsələ lazımdır. Animatorlar üçün. Misal üçün, mən özüm hövsələri olmuşam, animasiyada işləməkdən. Qabaqları mən çox belə şey edirdim. Amma hövsələ tələb eləyir və biraz zərgərlik lazımdır orada. Onun ki, xırda şeylər, elementləri çoxdur orada. Şəkilləri, yəni cizgiləmək vasitəsilə eləyəndə. Və animasiyada bizdə, misal üçün,
studiya o sex olanda bizə 40-50 nəfər rəssam işləyirdi. Ancaq ki, kontur rəssamı ayrıca, fazaçı rəssamı ayrıca, sonra cizgiçi rəssamı ayrıdır. Sonra hərəkətə gətirən animator ayrıdır. Yəni görsən 4 dənə sənət mən dedim hərəm orada. Hərəsi bir şeyini, kim yaxşı çəkir, yaxşı qabiliyyəti varsa, yaxşı çəkməyə o cizgiçi olurdu. Mədəni yurdumuz. Bax, məsələn, siz 3D Max-dan danışdınız. Hal-hazırda bizdə Azərbaycanda 3D Max-dan film var mı? Animasiya Şəkillər indi hə. Uğurludur ki, nə düşünürsünüz? Çox yaxşı. Mənim bir vaxt şagirdim olmuşdu. Efendiv 3D studiyasında yaxşı filmlər onlar 3D Max və Maya proqramlarında işləyirlərdi. Nə üçün 3D Max-da müəyyən şeylər eləmək olur. Maya proqramında müəyyən şeylər. Onları belə sintez edib eləyirlər. Çox yaxşıdırlar. Düzdür, mənim xoşuma gəlmir. Nə xoşunuza gəlir, məsələn? Yəni 3D Max belə nəsə quruluq mən hiss edirəm orada. Hər 3D Max-da nəsə kimsə eləyənlər deyir ki, mən animatoram. Deyirəm, yox, sən animator deyilsən, sən hərəkətə gətirənsən. Animasiya canlanmaq deməkdir. Sən gərək həyəcan yaradasan. Kino ümumiyyətlə həyəcandır. Sən kinoya nə üçün gedirsən? Həyəcanlamaq üçün də. Sən həyəcan olmasa heç kinoya getməzsən. Hansısa kitabı oxuyursan nəyə? Onun üçün ki, həyəcan orada. Yazıcı orada həyəcan yaradıb. Sən başlayırsan orada o həyəcanı hiss eləməyə. Kino da eləncidir, həyəcandır. Animator da gərək həyəcan yaratsın. Mən heç nədən demədim ki, biz aktyor sənətini keçirdilər, onlar pantomima sənətini keçirdilər. Sonra da musiqi sənəti. Musiqi sənəti nəyə görə? Əgər fikir vermisənsə, müəyyən filmlərdə mahnılar oxuyurlar. Mənim bir filmim var, Ayna filmi. Orada hər heyvan öz mahnısını oxuyur. O oxumaq üçün gərək deyəsən, birincisi o musiqi ritmlərini gərək hiss edəsən, taktları gərək biləsən də, 1-4-dür, 1-8-dir, yoxsa musiqi taktlarını gərək biləsən, anlayışın olsun gərək musiqida. Sən o olmasa, sən o hərəkəti yarata bilməzsən. Onun üçün ki, o taktlarla bu başlayır oynamağa, nəsə öz gəzişməyində o gərək o hərəkətləri taktlarla eləsin. Düşsün, o musiqinin taktlarına gərək düşsün. Bu musiqi dərsi eyni zamanda da aktyorluq, həyəcan gərək yaratsın aktyor. Orada, misal üçün Disney'in filmlərində baxırsan, bir dənə fincan nələr yaradır orada. Ya da Şamdan bir də görürsən nələr yaradır. Bax, elə oynamaq. Bunlar hərəkəti gətirirlər. Belə nəsə hərəkəti gətirirlər, gözlərini qırpdı belənçi. Deyirəm, siz hərəkətə həyəcan yaratmaq lazımdır. Onun üçün gərək sifətlərdə gərək pantomima olsun, gərək aktyorluq olsun. Gərək bizdə misal üçün qabaqlarım Azam Film Studiyasında hər animatorun qabağında bu boyda güzgü var idi belənçi. Bir də baxırsan saqqallı bizim Rauf Dadaşov rəhmətli yaxşı animator idi. Şəhərli mənim. Baxırsan, belə qıraqdan baxırsan, nəsə orada mimikalar eləyir, nəsə şey eləyir. Qıraqdan baxan deyir ki, onun başı xərabdır deyəsən. Amma o orada sürət axtarır. Onu çəkmək üçün o gərək mimikasını görsün, neynəsin, şey eləsin də sürət axtarır. O mütləqdir. Gərək şey. Yəni, aktyorlar ümumiyyətlə o trenaj keçirlər də. Misal üçün, hansısa aktyor bu axşam Şah İsmayılı oynayacaq. O gərək güzgüdə özünü görsün, Şah İsmayılı görsün özünü, öz sürətini görsün ki, Şah İsmayılı. Sonra tamaşaçıya o sübut eləsin ki, o doğrudan Şah İsmayılı. Tamaşaçı inansın ona. Ona görə bu trenajlar mütləqdir. Animatorlarda eləcə trenaj edirlər. Bizdə ondan başqa hələ kurslarda böyük bir güzgü var idi divarda. Biz orada pantomima axtarırdıq, hansı şeyləri gedir. Yəni, bu elə-belə sənət deyil. Animasiya özünə cəmləşdirir həm aktyorluğu, həm rəsmi, həm hər şeyi. Mədəni yurdumuz.
Elçin bəy, Azam film demişkən, necə yarandı? Ümumiyyətlə sizin təşəbbüsünüz nə oldu orada? Rolunuz nə oldu? Deyirəm də 90-cı il idi, biz müstəqil idik, onda hər şey başladı. Dedilər, yeni yanaşmalarlardı və kinostudiya bölündü, 7 dənə studiya bölündü. Dublyaj studiyası ayrı oldu, sonra kinoaktyor studiyası ayrı oldu, sonra Mozalan studiyası ayrı oldu. Biz də Azam film yaratdıq. Onda deyirəm də bir sex kimi fəaliyyət göstərirdik. Biz indi artıq yaratdıq. Öz ad nədir? Pulumuz ayrı idi, hər şeyimiz ayrı idi. Yəni bizim buğalteriyamız ayrı idi tamamilə və Azam film kimi birinci o studiyanda biz yaratdıq. Aydın, mərhum Aydın oranın şeydi, direktoru idi o vaxtlar. Mən bədii rəhbəri idim. Nəysə, elə ki yaratdıq Azam film. Bu yaxınlara qədər, yəni bir 3 il, 4 il indiyə qədər o fəaliyyət göstərirdi Azam film. Ondan sonra indi dağıldı. Ümumiyyətlə ki, kino bərbad halda oldu da. İndi şükür mən indiki nazirlə mən çox razıyam. Mən indiki kinoya çox fikir verir. Arka yaradıb, əgər eşitmisinizsə, arka yaradıb, bu yaxınlarda da yaxşı şeylər... Gözəl filmlər istehsal olunur, hətta gözlənilir. İstehsal gözlənilir, hə, çox yaxşıdır. Eyni zamanda da kino ilə əlaqədar. Bu Rəşid Ağamaliyev indi çox bir neçə dənə filmin prodüseridir, animasiya filmlərinin prodüseridir. Yəni o animasiyaya çox fikir verirlər artıq. Bax, sizin müəllifi olduğunuz animasiya filmlərinə fikir verirəm, fəlsəfi yük daha çoxdur. Amma dünya praktikasında belə bir məcburiyyət yoxdur. Yəni, misal üçün götürək, indi hal-hazırda uşaqlar nəyə baxır? Maşa və Ayya baxır, məsələn. Orada bir fəlsəfi fikir yoxdur, amma dəhşəti dərəcədə, qorxunç dərəcədə trenddir. Bəs qızım, mənim davam həmişə deyirəm ki, bizim Azərbaycana animasiya filmləri həddindən artıq lazımdır. Nəyə görə? Onun ki, uşaqlar tariximizi, mədəniyyətimizi, bizim folklorumuzu, hər şeyimizi animasiya üsulundan götürürlər. Animasiya filmlərini götürürlər. Və o filmlər olmayanda, o məcbur olurlar onlar başqa ölkələrin, studiyaların filmlərinə baxmaq. Deyirsən, Maşa Medved. O tamamilə Rus mentallığından gəlir orada. Orada çox xoşuma gəlmir. Əvvəl yaxşı başladılar. Sonra indi seriallarda indi onlar pul qazanırlar və axmaq şeylər edirlər. Tərbiyəvi nöqteyi nəzərdən Maşa Medved yaxşı şey deyil. Baxırlar, türklər onlar tərcümə edirlər türk dilinə, dünya animasiyalarına. Baxırlar Yapon filmlərinə, indi çox dəbdədir, hamısı Yapon filmlərinə eləyirlər, meyl eləyirlər. Sonra xarici film və o mentallığı, o tarixi, o şeylər ona qavrayırlar elə ki. Və öz tariximizi biz neçənci nəsildir biz artıq itirmişik. O balaca uşaqlar gözlərini açıb, onlar tamamilə başqa mentallığı görürlər, başqa mədəniyyəti görürlər, başqa münasibətləri görürlər. Ona görə mən həmişə deyirdim bədii filmin işçiləri məndən inciməsinlər. Bizə bəlkə də bədii filmlər o qədər lazım deyil, nə qədər bizə animasiya filmləri lazımdır. Ona pul buraxmaq lazımdır. Münasibət animasiya hər yerdə inkişaf edir. Baxırsan hər ətrafda. Bir Gürcüstanda 17 dənə kənd və şəhərdə animasiya mərkəzləri var. Gürcüstanda, bu boyda Gürcüstanda. Qazaxstanda 3 şeydə, Astanada, sonra Almatada, Çimkentdə mərkəzi var, 3 dənə mərkəzi var. Ukraynada inkişaf edir, Rusiyada inkişaf edir. Ətraf hara baxırsan. Hətta bu biz Rəşidlə onda kitabı yazanda Rəşid qurdaladı, tapdı. Mənim heç xəbərim də yox idi ki, İranda elə animasiya var. Təbriz məktəbi var orada, məktəbdir ayrıca onların. Ərdəbil məktəbi var orada. Hələ mən Tehrandan danışmıram. Yəni elə gözəl animasiyaları çəkirlər, belə valih olan, çox mənalı, tarixi, belə fəlsəfi şeylər çəkirlər. İran ümumiyyətlə kinematoqrafı çox zordur.
ətrafda hər yerdə bir dənə adı Azərbaycanda inkişaf getmir. Ona Bəs görə inkişaf üçün nə etmək lazımdır Elçin bəy? inkişaf üçün bəs ona gəlib çıxıram da. Bəli. Mən onda hələ o vaxtlar 2003-cü ildə mən Qahirədən gələndən sonra o proqramı elədim ki, Azərbaycanda milli animasiyanın inkişafına dair proqram. Proqram nədən bəhs eləyir? Mən yığıram bir 20 nəfər cavan kasting keçirdirəm. 20 nəfər cavan aktyor və rəssamlardan ibarət kurs açıram. Kurslara mən onları keçirəm, yenə deyirəm. Hərəkətin fizikasını, mexanikasını, biomexanikasını, aktyor dərsləri keçirəm, musiqi dərsləri hamısını keçirəm. Necə? Mən vaxt elə, mən 4 dəfə aparmışım o kursları elə ki, Sovet vaxtında. Və o ilə biz artıq o 20 nəfərdən biz animasiya studiyası açırıq. Ayrıca bir studiya və bunlar bu bir il ərzində bu dərsləri keçən vaxtda bir il ərzində tam metrajlı filmin, yəni 10 dəqiqəlik yox, saat yarımlıq filmin ssenarisi yazılır. Onun üzərində quruluşçu rejissor seçilir, quruluşçu rəssam, bəstəkar, hazırlıq dövrü gedir bir il ərzində. Filmin hazırlıq dövrü. Və bunlar kursları qutaran kimi, onlar artıq mən işlə onları təmin eləyirəm və onlar biz film çəkirik, o filmi satırıq, ondan sonra o satışa yeni film çəkirik və beləliklə inkişaf edəcək. İndi bu 2 ildir bizim təzə nazirimiz biraz animasiya fikir verir, və kinoya ümumiyyətlə fikir verir. Kino artıq elə ki, şirkət halda deyil. Mən çox ümid eləyirəm ki, ümidlə yaşayırıq da ümumiyyətlə də. Ümid eləyirəm ki, bu yaxşı olar. Mədəni yurdumuz. Dəyərli dinləyicilər, bir daha xatırladım ki, siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. Bugünkü qonağım isə animasiya rejissoru Elçin Hami Axundovdur. Elçin bəy, günü-gündən texnologiya inkişaf edir. Bax, ən adi bir mətn əsasında belə hər hansı bir animasiyanı ödənişli şəkildə proqramla alıb yaratmaq olur. Heç də hətta bunun üçün nə kursa getməyə ehtiyac var, nə bir şey. Texnologiyanın bu cür qorxunc dərəcədə inkişaf eləməsi sənətinizdə bir sıxışdırma yaratmır. Məsələ ondadır ki, siz indi dediniz ki, götürüb nəsə yaratmaq. O yaradıcılıq başqa şeydir də. Təbii. Yaratmaq üçün gərək klassik animasiya dərsləri keçsinlər bunlar. Bunlar bilirlər də, hə də 3D Max-da verirsən proqramı, o proqram özü tərpədir. Hətta indi o süni intellekt barədə elə şeylər eləyirlər ki, əlbəttə ki də. O hamısı can yoxdur orada. Orada həyəcan beləcək yaratmaq qeyri-mümkündür. Hətta 3D Max-da eləyirlər də. Mən həmişə 3D Max-da işləyən uşaqlara deyirəm ki, ya Pixar səviyyəsində gərək eləyəsiniz, Pixar studiyası səviyyəsində, ya da heç eləməyəsiniz. Yəni, o boş şeylərdə hərəkətə ölü bir şey də gəzir də. Hiss yoxdur. Hiss yoxdur, hissiyyat yoxdur, əlbəttə ki. Mütləq həyəcan yaratmaq üçün gərək aktyorluq olsun canlıda. Mən vaxtilə çox uşaqlar, rəssamlar istəyirdilər ki, mən də animasiyada işləsinlər. Mən seçim eləyirdim. Yaxşı şəkil çəkir, əla əl qabiliyyəti var, ancaq aktyorluğu yoxdur. Belə də tupoydu da, belə baxın, belə şeydir. Mən onu işə götürmürdüm. Mən işə götürdüm, ancaq həyəcan yaradan, yəni aktyorluq yararsın. Onun üçün ki, onların bəzilərində mən qəsdən səsləndirmədə istifadə edirdim ki, görüm bunun aktyorluğu necədir. Ancaq səsləndirmə, bunda aktyorluq lazımdır, mütləq lazımdır. Aktyorlar da gəlib işləyəndə, mən çox aktyorlarla işləmişəm də, o aktyorlarla, o öz səsi ilə yox, bilirsən, gərək səsin də cırraşmasını gərək eləsin. Yəni, mən həmişə misal gətirirəm, adı nədir, No Pagadi filmində orada 2 Papanovdur, bir də ki, Klara Rumyanova. Bunlar ikisi, biri dovşanı səsləndirir, biri də canavar. Həmişə onu, Klara Rumyanova, mən onunla şəxsən tanışam, bir də hətta dostluq edirdi vaxtıyla, rəhmətli ilə. O, Klara Rumyanova özü dramatik aktrisadır. Boyu balacaydı zaten, amma
çok dramatik aktrisa idi. Amma o gəlirdim bütün şeylərdə animasiya filmlərində səsləndirirdi. Səsini dəyişirdi, zad eləyirdi. Obraza girdi, sürəti girirdi də yanında eləncidə. Papanov da həmçinin belə baxanda. Mən onların üçünü də yazmışam vaxtilə. Belə 81-ci il idi. Bizə adətən Qoskino SSR-in Qoskino qurumu var idi. O maliyyələşdirirdi. Bütün SSR-in kinosunu o maliyyələşdirirdi. Eləcə də bizə Azərbaycanı ayırırdı. Bədii filmlərə, sənətli filmlərə pul ayırırdı. Eyni zamanda da animasiya filmlərində. Bizim animasiya maliyyələşmə hamısı Moskvadan gəlirdi. Birdən-birə 81-ci ildə Qosteleradyo adında o da qurum ayrıdır. O SSR xalqların nağılları silsiləsindən o hər respublikaya bir nağılı çəkmək elədi, vermişdi, maliyyələşdirdilər. Biz onda çəkdik Cırtdan Pəhləvan filmini. Rusca çəkdik və ona görə mən onu getdim Moskvada səsləndirirdim. Belə gülməli bir vəziyyət alındı. Səsləndirəndə mən Vitin'i çağırdım. Əgər eşitmisənsə, Vitin aktyoru var, Papanovu, bir də Klara Rumyanovanı. Onlar da gəldi 2 stavkaya. Stavka 40 manat idisə, bu 2 stavkaya gəlirdi, 80 manatı gəlirdi. Onların xalturası idi da. Nəysə, yazdım, elə şey olmadı. Sonra məlum oldu ki, düz yazmadı da hamısı işim hədər getdi. Sonra yox. İş ondadır ki, mən də smetada pulum yox idi. Ki, onları artıq verim. Yəni, hərəsinə 80 manat verim. Yeganə Klara Rumyanova biz dostlaşmışdıq iş vaxtında. O mən imitator tapdı. Yəni, səsi imitirovat eləyən. Bir cavan oğlan idi, Stas. Ona 30 manata o həm Papanovu imitasiya elədi, həm Vitin'i imitasiya elədi. Klara da özü elə gəldi, pulsuz yazdı, eləncə şey elədi. O filmə baxmaq lazımdır. Cırtdan Pəhləvan filmidir. Про Cırtdan Velikana Rusça eləncidir. Ona da baxın. Mədəni yurdumuz. İlkin bəy, bax sizə görə Azərbaycan animasiya qəhrəmanı, hansı ki, məsələn, Spider-Man kimi, Batman kimi, kim ola bilərdi? Yəni, elə bir vizuallıq yaratsanız, necə bir xarakteri malik olardı? Həmişə, indi biz 74-cü ildə biz çəkdiyimiz film var idi. Adına deyək, Tık-Tık xanım macerası, Maqsud Pənahi ilə onda çəkdik biz o filmi. O indi brend kimi gedir. Sonra da Cırtdan brend kimi gedir. O da beləncə. Nəysə, çox nağıllarımızı qurdalayıb orada çox şeylər var. Nağıllarımız çox zəngindir bizdə orada. Düzdür, nağıllarımızın əsası qəddardır biraz. Qanını içdi, mənəm parçaladı, neynədi də. Amma onu biraz onların ssenarisini əməli başda yazmaq lazımdır. O şeylər. Axtarıb tapmaq əlbəttə ki, çox şeylər var. O mənim 50-ci illərdə nənəmin nağılları ilə başıma ağlatmaq olurdu. İndiki uşağı onlar o qədər çox bilmişdilər. Onları müasir yanaşma lazımdır, mütləq. Müasir yanaşma və yeni ssenarilər. Əlbəttə, yeni ssenarilər əlbəttə ki, və müasir yanaşma ilə gərək olsun da. Gənə o Cırtdanın o köhnə nağılları ilə şeylər. Div nə üçün? Onlar heç bilmirlər div nəyə gəlir, div. Adnadır. Bunlar hamısını müasirləşdirmək lazımdır. Hələ bir ki, müasir uşaqlara uyğun gərək olsun hamısını. Və o uşaqlarla gərək işləyəsən, mütləq. Bax, elə uşaqlarla işləmək demişkən, ümumiyyətlə, animasiya sahəsinə gənclərin çox marağı var. Amma dediyiniz kimi, bir çox obraz birləşməlidir ki, onlar rahat şəkildə animator ola bilsinlər. Məsələn, marağı varsa, ilk öncə nə edirsiniz? İmtahan mı götürürsünüz ilk olaraq? Mütləq, əlbəttə ki, o kastinqə keçirdim. Bilsin də, mən 88-ci ildə, onda axırıncı dəfə Qoskino SSR
bizə maliyyələşdirdi bizim kursları. Mən o kursları apardım. 82 nəfər oraya yazılmışdı. Bəli. Biz casting keçirdik, 18 nəfəri saxladıq ancaq oradan. Onları imtahan keçirdik biz onlarla. Ümumiyyətlə, animasiyaya çox fikir vermək lazımdır. Mən bunu əvvəllərdə həmişə də deyirəm. Animasiya, yenə də deyirəm, bəlkə bizə o qədər bədii filmlər yox, nə qədər animasiya filmləri lazımdır ki, biz öz uşaqlarımızı, öz Azərbaycançılıq nöqteyi nəzərdən biz onları tərbiyə eləyək. O mütləqdir. Yenə də deyirəm, biz neçənci nəsildir ki, biz artıq itirmişik. Neçə illərdir bizim animasiya, milli animasiyamız yoxdur. Hər baxanda ətrafda, ətraf respublikalarda hər yerdə inkişaf edir. Bizdə animasiya elə belə şükür haldadır. Ona görə mütləq kurslar lazımdır. O kurslarda bir 20 nəfər animator hazırlamaq lazımdır və o animatorlarla studiya, animasiya studiyası indi dağınıqdır. Hərə evində oturur, nəsə qurdalanır. O dağınıqdır. O əməli başda studiya yaratmaq lazımdır və qısa metrajlı filmlərlə bərabər tam metrajlı filmlər çəkmək və yaxud silsilə filmlər çəkmək o mütləqdir. Yəni orada da o filmlər çəkiləndə də orada da hansısa brend əmələ gələcək mütləq. Hansısa xoşa gələn hansısa personaj o brend ola bilər. Ümumiyyətlə, filmləri çəkilən vaxtı mən həmişə təklif eləyirdim ki, əlbəttə o filmin balaca kino kitabçası çıxsın. Hələm film çəkilən vaxtda, o hələm film ekrana çıxmamış, onu tanış olsunlar o filmin çəkilişi ilə, zadı ilə, ondan sonra o hansısa personajlar varsa, rəsmləri varsa, onlar rəsmləri brend eləmək, hansısa kukla eləmək və satmaq. Və bu ad nədir? Bu infrastrukturun, yəni yanaşma infrastrukturunun bir koludur bu belə şeylər. Mütləq beləncə yanaşmaq lazımdır. Hər tərəfli yanaşmaq lazımdır. Bunun maliyyə məsələsinə də fikir vermək. Onun üçün ki, indi hökumət bilirsən, kinonu hökumətin boynuna atmaq düz deyil. Kino özü müstəqil gərək inkişaf eləsin. Ona görə animasiya da gərək müstəqil inkişaf eləsin. Ancaq müstəqil inkişaf eləmək üçün gərək studiya olsun. O studiyanı yaratmaq lazımdır. Bizdə mütəxəssislər hazırlamaq lazımdır. Bəlkə də gələcəkdə o animatorlardan, rejissorlar da əmələ gələcəklər. Bizdə İncəsənət İnstitutu açıblar animasiya filmlərinin rejissoru. Mən də deyirəm, yaxşı, bu rejissor elədir, bəs aktyorlar hardan tapacaq? Yəni, aktyor animatordur. Bəli, hər şey bir-birinin arasında bağlıdır. Əlbəttə ki, əlbəttə aktyor eləsə, aktyordan sonra rejissor da əmələ gəlir. Və eyni zamanda, əlbəttə ki, bizim akademiyada çox yaxşı rəssamlar var. Yəni, rəssamlar oradan cəlb eləmək lazımdır, əlbəttə animasiya. İndi çox, siz demişkən, çox cavan uşaqlar, cavan qızlar animasiyada meyillidirlər. İndi düz, indi onlar o yapan animasiyalarından çox şeyləri, o hentaydır, sonra mangadır, Miyazaki mən çox bəyənirəm onun işlərini. Onlar, əlbəttə ki, onlar böyük ustadlar, animatorlar. Onlar çox böyük ustadlar, əlbəttə ki, o cəlb eləyəcək. Biz də öz studiyayı yaradandan sonra öz dəstək xəttimizi gərək bilək, öz üsulumuzu gərək bilək, öz brendlərimiz gərək olsun. Bilmirəm, indi bu cırtdan olacaq, yoxsa hansı personaj olacaq. Neysə, belə yanaşmaq belədir də, mən dediyim kimi. Bəli. Çox təşəkkür edirəm gəldiyiniz üçün, dəyərli vaxtınızı ayırdığınız üçün. Dəyərli dinləyicilər, bir də xatırladım ki, siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinlədiniz. Bugünkü qonağım animasiya rejissoru Elçin Hami Axundov idi. Hər həftənin cümə axşamı saat 17-də bizi dinləməyi unutmayın. Hələlik.